Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Film Studiyasında tədbir təşkil edilib. Leyla Seyidzadə Torbağın Səsi platformasının həmtəsisçisi. Deməli, Şəhərin Səsi əyləncə proqramı Bakı Şəhərsalma həftəsi ərəfəsində öncədən keçirilir. Əsas bizim tədbirinin mahiyyəti nədir? Bildiyimiz kimi, əlbəttə ki, Şəhərsalma Forumu urbanistikadan, əsas mövzu urbanistikadır. Və bugün biz burada Cəfər Cabbarlı adına Azərbaycan Kino Studiyasında Azərbaycan Kino Agentliyi ilə bir yerdə bu tədbiri təşkil edirik. Cəfər Cabbarlı adına Kino Studiya Sovet vaxtının böyük bir arxitekturanı təmsil edir və binasıdır. Bizim məqsədimiz odur ki, göstərmək ki, Sovet binası bugünkü reallıqdan, bugünkü şəhərsalmanın belə deyək, urbanistikasına necə inteqrasiya olunur və bu nəsillərin, o periodların davamiyyətini göstərməkdir. Çünki bugün gördüyümüz, tanıdığımız Sovet binalarında, Sovet divarlarında rəqəmsal incəsənət və elektron musiqi vasitəsilə tam yeni obrazlar qurulur və siz tam unuda bilirsiniz ki, bura haradır əslində və neçənci ildir və bu nəyə görə biz edirik? Ona görə ki, gənclərə də bizim tariximiz maraqlı olsun, onlara dəyər versinlər və eyni zamanda dəyər qata bilsinlər öz yenilikləri ilə və qısa sonda qeyd etmək istəyirəm ki, eyni zamanda burada DJ-lər, yəni elektron musiqiçilər də öz töhfəsini verirlər. Çünki niyə şəhərin səsi məhz adlandırılır? Çünki biz Bakının səslərini yazmışıq 2 həftə boyunca. Yəni quşların cəhcəsi, maşınların tıxaclarda səs, siqnal, uşaqların gülüşü, azan səsi və s. Və onu biz musiqiyə inteqrasiya etmişik. Ona görə belə bir kompleks bir tədbir, belə bir incəsənət installyasiyası bugün təqdim olunur.